Real fanatları biraz yaxın otursunlar və Asif Bağırov demişkən bir fincan çay və ya da ki, qəhvə götürüb yaxın oturun, biraz çox danışmaq istəyirəm Realdan. Sən Xabi Alonso gətirmisən, amma sənin heyətin Carlo Ancelotti heyətidir. Vinicius'u çıxardı, Vinicius orada az qala yıxılsın, ağlaşma qursun ki, mənə niyə görə çıxardırsan? Yəni bunu salır, o narazıdır. Onu çıxardı, bu narazıdır. Xabi Alonso doğrudan da nəsə yaratmaq istəyirsə, nəsə qurmaq istəyirsə, öz heyətini yaratmalıdır. Pep Guardiola gəldi Manchester City-yə, öz heyətini qurdu. Klopp gəldi Liverpoola, öz heyətini qurdu. Arteta Arsenal gəldi, öz heyətini qurdu. Alonso da biraz sərtdir. Komandanın cavan olmasına baxmayaraq Alonso'nun da xarakteri belə komandanın ən vacib şəxs. Hə, Ayso. Komandada əsas şəxsiyyət məşqçi olmalıdır. Qeyd eləsə çox oyunçu var Realda. Mən belə deyim, yəni bir nəfər deyil. Mən birinin adını çəkdim. Bəlkə də orada, nə bilim, 4-5 nəfər ola bilər. Sakraşeniyə ehtiyac var, hə? Hə, ixtisarı düşməlidir. İxtisara düşməlidir.